Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Urmu gölü yenidən canlanır, yoxsa ekoloji fəlakət sadəcə ertələnib? İran rəsmiləri Güney Azərbaycanın həyati əhəmiyyət daşıyan Urmu gölündə su səviyyəsinin son 6 ilin ən yüksək həddinə çatdığını açıqlayıblar. Bu xəbər illərdir gölün quruması ilə bağlı narahatlıq yaşayan bölgə əhalisi və ekoloji fəallar üçün ümidverici hesab olunur. Qərbi Azərbaycan Ustanının valisi Rıza Rəhmani çərşənbə axşamı bildirib ki, son aylarda hər gün təxminən 30 milyon kubmetr su Urmu gölünün hövzəsinə daxil olub və nəticədə su səviyyəsi 1399-cu ildən bəri ən yüksək nöqtəyə yüksəlib. O, uyğun yağıntılar, çayların təmizlənməsi, su haqqının təmin olunması və ətraf bataqlıqların su ilə doldurulmasını bu yaxşılaşmanın əsas səbəbləri kimi göstərib. Bununla belə xəbərdarlıq edib ki, bu vəziyyət gələn ilə qədər sabitləşməzsə, yay aylarında güclü buxarlanma gölü yenidən böhranlı vəziyyətə qaytara bilər. Yerli rəsmilər həmçinin bildiriblər ki, kənd təsərrüfatının nəzarətsiz genişlənməsinin qarşısı alınmadan və qanunsuz su istifadəsi dayandırılmadan mövcud vəziyyəti qorumaq mümkün olmayacaq. Urmu gölü Güney Azərbaycanın ən mühüm ekoloji simvollarından biri olaraq illərdir ki, yanlış su siyasəti, idarəetmə böhranı və ekoloji laqeydlik nəticəsində məhv olma təhlükəsi ilə üzləşib. Bu böhran təkcə təbiəti deyil, milyonlarla insanın sağlamlığını və yaşayışını da təhdid edir. Uyğun şəraitin yaradılmasından sonra Ərdəbil hava limanının yenidən açılması üçün lazımi hazırlıqlar görülüb. Bunu Ərdəbil valisi Məsud İmami yeganə deyib. Əlverişli şəraitə baxmayaraq Ərdəbil hava limanının yenidən açılması üçün icazə yaxın 2 gün ərzində veriləcək deyə o əlavə edib. Valinin sözlərinə görə uçuş və təyinat hava limanları ilə aviaşirkətlər arasında lazımi koordinasiyadan sonra Ərdəbil hava limanından uçuşlar yaxın günlərdə bərpa olunacaq. Qeyd edək ki, 28 fevral İran, Amerika və İsrail müharibəsi başlayandan sonra Ərdəbil hava limanının da fəaliyyəti dayandırılıb. İran məhkəmə sisteminə bağlı olan Mizan News'un məlumatına görə İran çərşənbə günü Ehsan Əfrəşdi adlı şəxsi casusluq və İsrail ilə kəşfiyyat əməkdaşlığı ittihamı ilə edam edib. 1993-cü ildə İsfahan şəhərində anadan olan və inşaat mühəndisliyi üzrə magistr dərəcəsinə malik olan Əhsən Əfrəşdi 2024-cü ilin əvvəlində Türkiyədən qayıtdıqdan sonra saxlanılıb. Mizan News iddia edib ki, Əfrəşdi İsrail əməkdaşlığı dövründə ingilis, fransız və ivrit dillərində sərbəst danışmağı öyrənib. Məlumatda onun İsrailə həssas məlumatlar satdığı və Nepalda Mossad tərəfindən təlim keçdiyi iddia olunub. Məhkəmə sisteminə bağlı media orqanı həmçinin bildirib ki, o əvvəlcə internet taksi sürücüsü kimi işləyərkən verilən tapşırıqları yerinə yetirib. Qeyd edək ki, bir neçə insan haqları təşkilatı daha əvvəl onun yaxın zamanda edam olunma riski ilə üzləşdiyi barədə xəbərdarlıq etmişdi. İran hökuməti Uqandalı şiələri Tehranda hökumətin təşkil etdiyi gecə mitinqlərinə cəlb edib. Bu barədə yerli mənbələr məlumat yayıb. Müharibədən sonra hər gecə Tehranda təşkil olunan mitinqlərdə bir neçə Afrika ölkəsi, o cümlədən Uqandadan olan şəxslər də iştirak edir. Məlumatda bildirilib, qeyd olunub ki, çoxu Qum, Məşəd, Tehran və başqa şəhərlərdə dini təhsil alan Uqandalılar hər gecə paytaxt küçələrində İslam Respublikasına dəstək və müxaliflərə qarşı təhdid şüarlar səsləndiriblər. Mayın 12-si, bazar ertəsi axşamı Tehranda yer təxminən 10 saniyə silkələnib. İnsanlar qorxu içində küçələrə axışıblar. Tehran və Mazəndaran ostanlarının sərhədində 4,6 bal gücündə zəlzələ baş verib və onun təkanları Tehran, Kərəc və paytaxtın şərq bölgələrində aydın şəkildə hiss olunub. İlkin məlumatlara görə bu zəlzələ Tehran vaxtı ilə saat 23:46-da baş verib və narahatlığa səbəb olub. Belə ki, bəzi bölgələrdə sakinlər bir neçə dəqiqəlik evlərini tərk edərək küçələrə çıxıblar. Bu xəbərin hazırlandığı ana qədər insan itkisi və ya maddi ziyanla bağlı rəsmi məlumat yayılmayıb. Lakin zəlzələnin qeyri-sabit hava şəraiti ilə eyni vaxtda təsadüf etməsi narahatlığı artırıb. Tehran və ətraf bölgələr son günlər güclü külək, toz fırtınası, şimşək və arabir yağıntılarla üzləşib. Meteorologiya qurumu daha əvvəl güclü küləklə bağlı narıncı səviyyəli xəbərdarlıq yaymışdı. Tehran, Əlbörz və Mazəndaran sərhəd bölgəsi aktiv fay xəttlərinin yerləşdiyi ərazidən sayılır və burada kiçik və orta güclü zəlzələlərin baş verməsi əvvəllərdə qeyd alınıb.
Xəbərlərimiz davam edir. Ermənistanla ticarət əlaqələrinin başlanması üçün hazırlıqlar başa çatıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli X-da yazıb. Onun sözlərinə görə 2022-ci ildən bəri davam edən Ermənistanla normallaşma prosesi çərçivəsində Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət əlaqələrinin başlanması üçün bürokratik hazırlıqlar mayın 11-də başa çatıb. Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib ki, iki ölkə arasında sərhədlərin açılması üçün müvafiq işlər hələ də davam edir. Yeni qayda sayəsində artıq Türkiyədən üçüncü bir ölkəyə və oradan Ermənistana gedən və ya eyni marşrutdan istifadə edərək gələn malların son təyinat yerini və mənşəyini Ermənistan-Türkiyə kimi yazmaq mümkündür. Cənubi Qafqazda davamlı sülhün və rifahın gücləndirilməsi üçün yaranan tarixi fürsəti nəzərə alaraq Türkiyə regionun bütün ölkələri və xalqlarının rifahı naminə iqtisadi əlaqələrin inkişafına və əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verməyə davam edəcək deyə Öncü Keçeli qeyd edib. Güney Azərbaycanda yağıntıların artması ilə eyni vaxtda sosial şəbəkə istifadəçiləri Urmu gölündən yeni görüntü və videolar paylaşaraq bu su hövzəsinin vəziyyətində yaxşılaşma olduğunu bildiriblər. Paylaşılan görüntülər gölün bəzi hissələrinə suyun geri qayıtdığını, su səthinin genişlədiyini və bölgənin mənzərəsinin nəzərə çarpacaq şəkildə dəyişdiyini göstərir. Bu görüntülər sosial şəbəkələrdə geniş əks-səda doğurub və bir çox istifadəçi bunu Urmu gölünün yenidən canlanması kimi qiymətləndirib. Yayımlanan məlumatlara görə Urmu gölünün su hövzəsində müşahidə olunan güclü yağıntılar, eləcə də çaylar və su anbarlarından daxil olan su gölün hazırki vəziyyətinin yaxşılaşmasına təsir göstərib. Bununla belə bəzi ekoloji ekspertlər xəbərdar edirlər ki, bu dəyişikliklər mütləq davamlı bərpa anlamına gəlmir və su ehtiyatlarının uzun müddətli idarə olunması, kənd təsərrüfatında su istehlakının azaldılması və elmi planlaşdırma olmadan bu yaxşılaşma müvəqqəti ola bilər. Davam edirik. Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov bugün İranın Xarici İşlər Naziri Abbas Əraqçı ilə telefon danışığı aparıb. Ceyhun Bayramov Əraqçı ilə diplomatik proseslərlə bağlı son vəziyyət, regional hadisələr və ikitərəfli münasibətləri müzakirə edib. İran münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların bərpası üçün ABŞ-yə 5 şərt irəli sürüb. Bu barədə Fars agentliyi mənbəyə isnadən məlumat yayıb. Agentliyin məlumatına görə şərtlərə bütün cəbhələrdə, xüsusilə Livanda müharibənin dayandırılması, İran əleyhinə sanksiyaların aradan qaldırılması, dondurulmuş İran vəsaitlərinin aktivləşdirilməsi, müharibənin vurduğu zərərin kompensasiyası, İranın Hörmüz boğazı üzərində suverenliyinə olan hüququnun tanınması daxildir. Bu şərtlərin məcmusu yalnız minimum etimad səviyyəsinin yaradılması və danışıqlar prosesinə qayıdış üçün müəyyən edilib deyə mənbə qeyd edib. Atəşkəsdən sonra Ərəbistan dənizi və Oman körfəzində İranın blokadasının davam etdirilməsinin ABŞ ilə danışıqlara etimadsızlığı daha da artırdığı barədə məlumat da vasitəçi qismində Pakistana ötürülüb. Vaşinqtonda yerləşən Müharibənin Araşdırılması İnstitutu çərşənbə axşamı yayımladığı hesabatda bildirib ki, İran, ABŞ və İsraillə mümkün hərbi qarşıdurmanın yenidən başlanmasına hazırlaşır və eyni zamanda danışıqlarda gələcək hücumlara qarşı təminatlar əldə etməyə çalışır. Analitik mərkəzin məlumatına görə Tehran etibarlı çəkindirici mexanizmlər olmadan danışıqlara getməyəcəyinə işarə edib. Bu tələblər arasında Hörmüz boğazı üzərində suverenliklə bağlı məsələlərin də yer aldığı qeyd olunub. Hesabatda həmçinin bildirilib ki, İran İnqilab Keşikçiləri Korpusu Əhməd Vahidi və onun yaxın çevrəsi vasitəsilə İranın hakimiyyət strukturlarında təsirini daha da möhkəmləndirir. İsrail, Ağ Evin rəhbəri Donald Trumpın qarşıdurmaya səbəb olan bir sıra prinsipial problemləri diqqətdən kənarda qoyaraq İranla razılaşmaya gedə biləcəyindən ciddi şəkildə narahatdır. Bu barədə yüksək vəzifəli İsrail rəsmilərinə istinadən CNN telekanalı məlumat yayıb. Trumpın əlverişsiz razılaşmaya gedəcəyi ilə bağlı real narahatlıqlar var, deyə telekanalın müsahiblərindən biri bildirib. Mənbələr vurğulayıblar ki, Tehranın nüvə proqramının qismən qorunub saxlanılacağı, ballistik silahlar və regional müttəfiqlərə dəstək məsələlərinin isə həll olunmamış qalacağı razılaşma İsraili İranla qarşıdurmanı başa çatmamış kimi qəbul etməyə məcbur edəcək. İsrail danışıqlar prosesinin pozulması ehtimalına qarşı yüksək döyüş hazırlığı vəziyyətində qalmaqda davam edir, deyə digər yüksək vəzifəli İsrail nümayəndəsi telekanala bildirib.
İqtisadiyyat xəbəri ilə davam edirik. İraq və Pakistan Hörmüz boğazı vasitəsilə neft və mayiləşdirilmiş təbii qaz daşımalarını təmin etmək üçün İranla ayrı-ayrı razılaşmalar əldə ediblər. Bu barədə Reuters məlumat yayıb. Məlumata görə İraq 2 neft tankerinin təhlükəsiz keçidi ilə bağlı təminat alıb. Pakistan isə Qətərdən LNG tədarükünü İranın təsdiqlədiyi marşrutlar vasitəsilə təşkil edib. Bildirilir ki, İran artıq Hörmüz boğazını tam bağlamaqdan çox keçidə nəzarət etmə strategiyasına keçir və digər ölkələr də oxşar razılaşma imkanlarını araşdırırlar. İdman xəbərlərinə nəzər salaq. Şərqi Azərbaycan əyalətinin Süngün Mist voleybol komandası Premyer Liqaya yüksəlib. Bu barədə yerli media məlumat yayıb. Komandanın baş məşqçisi Adil Bənakarın sözlərinə görə bu, Şərqi Azərbaycan əyaləti tarixində məğlubiyyətsiz 1-ci liqaya yüksələn ilk komandadır. Süngün Mis komandası əyalət tarixində ilk dəfə olaraq heç bir qarşılaşmada məğlub olmadan Premyer Liqaya yüksəlməyi bacaran ilk komanda kimi tarixə düşdü. Vərzığanın Mis Süngünün futbol klubu Güney Azərbaycan xalqından alınır. Təbrizin millət vəkili Əli Rza Novin İran Mis şirkətinin Vərzığandakı Mis Süngün futbol komandasını özəlləşdirmə adı altında təhvil vermə planına sərt etiraz edərək bunu Azərbaycan xalqına qarşı ayrı seçkilik və haqsızlıq adlandırıb. Novin Sənaye, Mədən və Ticarət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinə rəsmi etiraz göndərərək bildirib ki, Şərqi Azərbaycan Futbol Federasiyasının açıq etirazına baxmayaraq bu addım atılır. O deyib, biz özəl sektorun idmana yatırımını dəstəkləyirik, amma dövlət büdcəsinin aradan qaldırılması bahasına yox. Təbriz təmsilçisi vurğulayıb ki, Kirmanın Mis şirkəti 16 idman növündə komandaları maliyyələşdirdiyi halda Azərbaycan üçün yeganə mühüm idman dayaqlarından biri olan Mis Süngün hədəfə alınması açıq qeyri-ayrı seçkilikdir. Novin bildirib, İran Mis şirkəti niyə Şərqi Azərbaycanda idmanı inkişaf etdirmək əvəzinə onu məhdudlaşdırmağa çalışır? Bu, xalqımıza qarşı zülümdür. O həmçinin deyib ki, əgər özəl sektor idmana cəlb olunacaqsa, bu investisiyalar Təbrizin köklü maşın sazi komandasının dirçəldilməsinə yönəldilə bilərdi. Mis Süngün mədəni yaxın şərqin ən böyük mis yataqlarından biri sayılır və İranın mis istehsalının yarıdan çoxu bu bölgədən təmin olunur. Buna baxmayaraq, Güney Azərbaycan sərvətinin yerli xalqa deyil, mərkəzi bölgələrə yönəldildiyi ilə bağlı tənqidlər uzun illərdir ki, davam edir. Güney Azərbaycanda Mis Süngün komandalarının bu böyük sərvətdən xalqa qalan yeganə pay olduğu və onun da əllərindən alınmasının ciddi narazılıq yaratdığı bildirilir. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.